Bu sual 25'i gimnaziyalara düşən sualdır 7-ci siniflər üçün. Gəlin bir yerdə bunun həllinə baxaq. İndi deyir ki, bu ifadə x-ə bərabərdir. Bunu x ilə ifadə edir. Birinci nə etməliyik? Birinci burada 3-ün mörtəzə xaricini çıxardır. 3-ün mörtəzə xaricini çıxarsa, burada qalacaq 101-də 1, 103-də 2, 105-də 3. O da bərabərdir x-ə. İndi bu ifadəni 101-də 1, 102-də bərabərdə hər tərəfi 3-ə bölsən, x böl 3-ə. İndi bunu niyə görə yazdım? Bunu yazmaq üçün. 101-də 1 üstəgəl 101 kimi yaza biləməm. Üstəgəl, bunu 103-də 2 üstəgəlsin 103 kimi yazaram. Bunu da 105-də 3 üstəgəlsin 105 kimi yaza bilərəm. Onda bunları görürük ki, bunlar 1 eləyir, bu da 1 eləyir, bu da 1 eləyir və 101-də 1 üstəgəlsin 1. Burada alınır 103-də 2 üstəgəlsin 1. 105-də 3 üstəgəlsin 1. İndi bu birlər 3 eləyir. 3 üstəgəl. 101-də 1, 103-də 2, 105-də 3. Bu nəyə bərabər idi? X böl 3-ə. Gətirib yazıram x böl 3-ə. İndi orta məxrəcə salaq. 3-də x plus, bunu da 3-ə vurmalıyıq 9. Demək ki, cavabım x plus 9 böl 3-dür. İzlədiyiniz üçün çox sağ olun.